Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Günün ilk resepti fərqli bir sousda hazırlaya biləcəyiniz ıspanaq salatı. Ardıca əlinizin altında olan ərzaqlardan ləzzətli ıspanaqlı börək. Əsas yemək olaraq da sobada qıymalı badımcan kebabı. Və sonda şirniyyatımız xurmalı, şokoladlı keks. Hə, hazırsanız gəlin yaxın oturun, biz başlayaq. Bütün ərzaqlar artıq önümdədir dostlar. İlk öncə südü qaynar hala gətirməliyəm. Bunun üçün də mikrodalğalı su mənə kömək eləyəcək. Bunu açırıq. Südümüzü bura qoyuruq. Diqqətli bir şəkildə bir dəqiqə yaxşıca südü isidirik. Süd isinənə qədər biz nə edirik dostlar? Xurmanı tumundan ayırırıq. Çoxunu artıq ayırmışam. Bu cür asan. Bu arada xurma gözə yarıdır. Yəni hər kəsin bilirsiniz ki, zövqü müxtəlifdir və ölçü də xurmada dəyişə bilir. Yəni mən bir ovuc götürdüm, bir dolu ovuc, hətta 2 dolu ovuc xurma götürdüm. Yəni xurmalar da fərqlidir. Mədinə xurması var, Acva Məkkə xurması var bilirsiniz. Fələstin xurması var, İran xurması var. Bunun üçün də mən Mədinə xurması seçdim, bir balaca. Bu cür qabığı sərt, içi sulu, qəşəng bir xurmadır. Yəni bu quru görsənsə də, yəni içi şipşirindir. Hər zaman mənə deyirsiniz ki, şirniyyat hazırla, hansındakı şəkər tozu istifadə eləmirsən. Mən də bugün xüsusən də bu şəkər tozundan istifadə etməyəcəm. Xurma şirniyyatımızı əməlli başlı şirin eləyəcək. Bu cür xurmanın tamamının tumunu ayırdıq. Südümüz də baxa görə qaynar oldu mu? Yox, hani tam istədiyim kimi qaynar olmadı. Bir dəqiqə də əlavə edirəm, bir dəqiqə də yaxşıca qaynar hala gəlsin ki, bu nəyə lazımdır? Xurmamız aşağı yuxarı bir 10-15 dəqiqə qaynar südün içində yumuşalmalıdır. Əgər ki, xurma əlbəttə ki, məndəki kimi bir balaca sərtdirsə. Mən də boş dayanmayayım. Qoz ləpəsi var. Bu qoz ləpəni çox xırda yox, bu cür bıçaq vasitəsilə doğrayaq. Gördüyünüz kimi çox xırda eləmirəm, dişə gələcək şəkildə. Əslində hər kəsin evində aşağı yuxarı olan ərzaqlardan inanılmaz gözəl bir keks hazırlayacağıq. Həm ləzzətli, həm də əlbəttə ki, sağlıqlı. Bu arada yulaf əzməsi də istifadə edə bilərsiniz dostlar. Əgər un istifadə etmək istəmirsinizsə. Mən məsələn un istifadə edəcəm, amma siz yulaf əzməsindən də istifadə edə bilərsiniz. Əlbəttə ki, toz halını gətirib. Yaxşıca qoz ləpəsini təmizləyib. Bu arada südün də vaxtı gəldi. Tam istədiyim kimi qaynar oldu. Görürsünüz, hətta süddən buxar belə çıxır. Bu südün tamamını əlavə edirik xurmanın üzərinə. Burada bir stəkan südümüz var. Tamamını əlavə edirik. Ta xurmanın üzərinə gələcək şəkildə. Burada xurmamız yaxşıca südün həm canına çəksin, həm də ki yumuşasın. Mən də buna qədər aşağı yuxarı bir stəkan qozu yaxşıca bıçaqla bu cür xırda-xırda doğrayayım. İnandırım sizi ki, siz bir dəfə bu xurma keksini bişirəndən sonra hər daim bişirəcəksiniz. Çünki o qədər ləzzətli və o qədər sağlıqlıdır. Yəni çayın yanında əslində yulaf əzməsi ilə hazırlasaz belə, yəni deyilsək şirniyyat yerinə, əvəzinə də istifadə edə bilərsiniz. Çünki bilirsiniz ki,
xurmada olan şəkər əslində şəkər var, amma bizim alışdığımız o şəkər kimi deyil. Yəni insanın hətta diabetik xəstələr belə, yəni şəkər xəstələri belə ondan istifadə edir və insanın orqanizmindəki şəkəri çox da yüksəltmir. Bu arada bilirsiniz ki, qoz da içində çox yağ olan məhsullardandır. Yəni qozun əvəzinə də fərqli quru yemişdən də istifadə edə bilərsiniz əslində. Və yaxud da miqdarı mənim qədər bu qədər deyil, bir balaca azalda bilərsiniz. Hala, qozu da tam-tamına istədiyim kimi doğradım. Gördüyünüz kimi çox xırda eləmədim. Tam-tamına mənə yetəcək şəkildə xırda parçaları da var, amma tamamı bu cür iri-iri ağza, dişə gələcək şəkildə. Qoz da burada öz növbəsini gözləsin. Xurmalarımız artıq yavaş-yavaş burada yumuşayır. Blender vasitəsilə bunları yaxşıca üyüdürük. Amma əlbəttə ki, biraz qabımızı dərinləşdirək ki, heç biriyə sıçramasın. Yumuşaq xurmalarımızı, artıq süddə yumuşamış xurmalarımızı, yəni birinci sürətdən başlayaraq yavaş-yavaş püre halına gətiririk. Əla. Dostlar, tam istədiyim kimi oldu. İndi sıra gəldi, çatdı bu ərzaqlara. Yəni içində xurma tam-tamına istəmirəm ərisin. Həm püre halına gələn var, həm içində xurma parçacıqları var. İndi nə edirik dostlar? Bu ərzaqın içinə quru ərzaqlarımızı qarışdırırıq. Burada bir paket qabartma tozu var, bir paket vanilin var. Bunların ikisini əlavə elədik. Yumurta var, 2 ədəd. Bunu bura əlavə edirik. Yaxşıca bunu qarışdırırıq. Yumurtaları əlbəttə ki, dağda. Yaxşıca qarışdırırıq. Bir hissə qoz ləpəsini əlavə edirəm. Bir hissəsini saxladım. Bir hissə şokolad damlamız var. Bunu əlavə edirəm. Bir hissəsi qalsın. Üzərinə vuracağıq. Bunu yaxşıca qarışdırırıq. Və burada stəkan yarım unumuz var. Aşağı yuxarı qramla götürsöz 250 qram. Bunu da əlavə edib yaxşıca qarışdırırıq. Gördüyünüz kimi bu qədər asan və inanılmaz çox ləzzətli bir keks olacaq. Yaxşıca bunları qarışdırırıq. Bir-birinə yedirə-yedirə. Qeyd etdiyim kimi, əgər un istifadə eləmək istəmirsinizsə, yulaf əzməsi, yəni bildiyimiz gerkulesi blenderdan keçirirsiniz və onun tozunu istifadə edirsiniz. Yaxşıca qarışdırdıq. Belə bir qəlbimiz var. Birbaşa boşaldırıq qəlbimizin içinə. Düzgün bir şəkildə. Qeyd etdiyim kimi, hər bir şey görəcəlidir. Yəni ölçüləri də əgər ki, ailə üzvləriniz çoxdur, çoxalda bilərsiniz. Yəni çoxaltmazınızı hətta tövsiyə edirəm, çünki doya bilməyəcəksiniz. Bu keksə çox dadlıdır. Yaxşıca qəlbə yerləşdirdik dostlar. İndi sıra gəldi çatdı. Qalan bu qoz ləpəsini üzərinə gəzdiririk bu şəkil. Və saxladığımız şokoladı da yenə də üzərinə bu şəkildə gəzdiririk bol-bol. Gözəlliyimiz hazırdır. Sıra gəldi çatdı bunu 180 dərəcə öncədən isitmiş sobaya göndərib bişirmək. Aşağı yuxarı 30-35 dəqiqə. Keksimiz bişənə qədər biz durmadan ikinci əsas yeməyimizə başlayaq. Bu da badımcan kebabıdır. İçi dolğulu badımcan kebabı. Bu fərqli bir şəkildə olacaq. Bunun üçün əlbəttə ki, qıyma lazımdır mənə. Qıyma üçün də soğan lazımdır. Soğanı blenderdan keçirib püre halına gətirirəm. Burada dana qıyması var. Aşağı yuxarı bir 700 qram qıyma var burada. Bir 2 diş, 3 diş sarımsaq da ataq və bir balaca da cəfəridən əlavə eləyib bizim qıymamız biraz ləzzətli olsun. Cəfərini biraz bol eləyək. Yaxşıca bütün bu ərzaqları əlavə edirəm blendera. Bunların hamısını yaxşıca blenderdan keçiririk. Min wattlıq gücə malik olan Bosch Maxomix əl blenderi sürüşməyi, yumuşaq tutacağı və ergonomik dizaynı ilə birlikdə maksimum sürət, rahatlıq və təhlükəsizlik təqdim edir.
Mükəmməl qarışım üçün nəzərdə tutulan 12 sürət parametri və turbo funksiyası sayəsində ən bərk məhsulları belə rahatlıqla üyüdüb həll etmək onun üçün olduqca asan işdir. Sizə isə mətbəxdə bir nömrəli köməkçinizin işindən və hazırladığınız təamlardan zövq almaq qalır. Boş blenderlarını elə indi boşhome.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Bu hazırladığımız pürenin tamamını əlavə edirəm qıymamıza. Həm qıymanı yumuşaq eləmək üçün, həm də əlbəttə ki, ləzzətləndirmək üçün. Bunu qoyuruq qırağa. Burada 1 stəkan çörək qırıntısı tozu var. Bunu da əlavə edib qarışdırırıq və əlbəttə ki, sonda ədviyyat. Ədviyyatlardan zövqə görə duz, istiot, biraz qara biber. Əgər acılı sevirsinizsə, biraz da pul biber əlavə edə bilərsiniz. Ki, mən əlavə eləyəcəm. Bir balaca da kəkyotu ki, qıymaya kəkyotu bilirsiniz ki, çox yanaşır. Bunu yaxşıca qarışdırırıq. Əllə də qarışdıra bilərsiniz. Və yaxud da mənim kimi ilk öncə qaşıqla ərzaqları qarışdırıb, daha sonra əlcəyə giyinib yaxşıca bunu yoğura bilərsiniz. Qıymanı yaxşıca yoğurduq, tamam istədiyim kimi oldu. Qoyuram burada kənarda dursun, öz növbəsini gözləsin. Mən də yavaş-yavaş badımcanları hazırlamağa başlayayım. Burada bizim 3 ədəd bu cür bostan badımcanımız var. Yəni Türkiyədə bunlara bostan badımcan deyirlər. Bunun əlbəttə ki, bu tərəfini kəsirik. Biraz arxa tərəfindən götürürük. Tam-tamına ortadan bölürük. Bu arada belə bir badımcan tapmasaz, çalışın ətli badımcan götürün. Yəni ətli badımcandan da bir balaca qalın olmalıdır əlbəttə ki. Bu cür bir yemeği alındıra bilərsiniz. Ne inirik dostlar? Yəni belə bir çubuq qoydum ki, tam-tamına kəsməyim sona qədər. Bu cür aralarını bəlli bir nöqtəyə qədər gətiririk ki, badımcan tam-tamına bölünməsin. Bu cür yelpazə kimi badımcanlarımızı kəsirik. Bu cür aralar oluşur dostlar. Bunların hamısını edəndən sonra içini yaxşıca dolduracağıq. Bu arada bostan badımcanlar acı olmur. Onun için içi suya da koyup acısını çıkartmadım. Çünkü tumu da demiyorlar ki olmur. Eğer sizin badımcanlarınız acıdırsa əlbəttə ki suya koyup, yani duzlu suya koyup acısını çıkartmaq mütləqdir. Eyni qaydada diğer badımcanları da bu işlemi təkrarlayırıq. Badımcanlarımız hazır elədik, amma tam-tamına hazırdır mı? Əlbəttə ki deyil, bir balaca arasına duz vurmaq lazımdır. Bilirsiniz ki, badımcan, kartof kimi məhsullar duzu ümumiyyətlə çox sevir. Bunun üçün arasını bu cür aralayaraq bir balaca duz əlavə edirik. Biraz bol gördüyünüz kimi. Çünki bilirsiniz, hər zaman vurgulayıram ki, kartof, badımcan, bunun kimi ərzaqlar duz sevəndir. Əlbəttə ki, duz ətə də əlavə elədik, amma badımcanın duzu bambaşqadır. Yaxşıca hər bir tərəfə gələcək şəkildə duzumuzu əlavə edirik. Əla, badımcanlarımız hazır. Badımcanlarımızı duzladıq. Sıra gəldi çatdı. Yenə də əlcək giyinib bunların arasına yaxşıca qıymanı doldurmağa. Bu cür qıymanı badımcanların arasına bu cür dolu-dolu doldurmaq. Diqqətli bir şəkildə ki, badımcan yırtılmasın, amma dolu-dolu dolsun. Bir tərəfi doldurduq, keçirik digər tərəfinə. Qeyd etdiyim kimi, diqqətli bir şəkildə həm dolu olsun, həm də badımcan zədələnməsin, yəni yırtılmasın. O boyda əziyyət çəkdik, bunu çubuqla çəkdik, axıra qədər kəsmədik ki, əziyyətimiz də hədər yerə yetməsin. Əslində kebab deyirlər, amma Türkiyədə ümumiyyətlə hər bir şey istər sobada bişsin, istər mangalda bişsin, kebab deyilir. Yəni bizdə də bilirsiniz ki, ümumiyyətlə kebab, yəni ocaqda bişən bir yeməkdir əslində. Yəni bizim qədim mətbəxdə əslində ərəblərin
ərəblərdən gələn, mənşəyi ərəblərdən gələn bir sözdür. Kebab, yəni ocaqda hər bir şey nə bişirdisə, adını kebab qoyurlar. Amma günümüzdə artıq manqalda bişirdiyimiz kebab adlandırırıq, artıq ona alışmışıq. Amma buna da bilirsiniz ki, sinik kebabları var, fərqli kebab üslubları var. Bizdə məsələn tava kebabı var, qazan kebabı var. Yəni bunların əlbəttə ki, hazırlama qaydası fərqlidir. Onun üçün elə adlı oradan qalıb, yəni kebab. Tam da kebab olmasa da, amma çox da ləzzətlidir. Ən azından kebab kimi ləzzətlidir deyə bilərəm bu yemək. Bir badımcanımızı hazır elədik. Bu arada burada bizim soğanlarımız var. Bu soğanları da bu cür araya sarımsağı, soğanı badımcanın altına, yanına, hər bir yerinə düzürük. Biberləri də eyni şəkildə. Ki bu da öz ləzzətini əlbəttə ki bizim badımcanlara verəcək. Pomidor da eyni qaydada. Ki bunun suyu süzüləcək, bişə-bişə tam-tamına tərəvəzlərə bu dadı verəcək. Ki çox ləzzətli olacaq. Eyni qaydada bütün badımcanları da çalışırıq, eyni dolduraq. Biraz. Qıyma ilə diqqətli bir şəkildə çalışıram edeyim ki, qeyd etdiyim kimi badımcan yırtılmasın. Amma içi bol-bol da olsun. Bilirsiniz ki, ət sevirik. Hətta bol olandan sonra yeməyi də əlbəttə ki, daha ləzzətli olacaq. Ümumiyyətlə, məni tez-tez izləyənlər, əlbəttə ki, daimi izləyənlər bilirlər ki, mən badımcan heç vaxt sevməmişəm uşaqlıqda. Yəni, badımcan güclə, balı ilə bir-iki dənə yeməyi də yeyə bilirdim. Amma indi deyirəm ki, badımcan girən yeməyi yəni, o qədər ləzzətli olur ki, yəni, özümə təsir, xüsusən də bilirsiniz ki, isti günlərdə, isti vaxtlarda, yəni, badımcanla qızarmış kotlet, yanında pomidoru, kartofu olanda, yəni, ondan daha ləzzətli bir şey təsəvvür edə bilmirəm. İstər badımcan ikrası olsun, istər çığırtması olsun. Yəni, həqiqətən badımcan girən hər bir yemək inanılmaz gözəl, ləzzətli olur. Məsələn, əcəb səndər kimi. Onun üçün badımcanla bu yemək də inanılmaz gözəl, ləzzətli olacaq. Əminəm buna. Yəni, siz də evinizdə bişirin. Xüsusən də qıyma ilə badımcan çox yaraşır, bilirsiniz. Qıyma, badımcan pulovun yanında bəh-bəh. Necə də ləzzətli olur. Yəni, bu yemək də ən az bir o qədər ləzzətli olacaq, əminəm. Qıymamız da tam-tamına demək olar ki, bütün badımcanlara yetdiyi qədər olacaq. Aşağı-yuxarı 700 qram bu cür. Növbəti badımcanımız da hazır. Bunu da əlavə elədik. Burada biraz yer açaq ki, sobaya yerləşə bilsin, həm də badımcan sinhiyə yerləşə bilsin. Yəni, yaxşıca bişsin. Yenə də eyni qaydada biberlərdən, soğandan, sarımsaqdan, pomidor daha sonra da əlavə eləyə bilərik. Hamısını əlavə edeyim badımcanın yanına. Qaldı 2 badımcanımız. Bunları da dolduraq. Qaydası ilə ki, hər iki badımcanımıza, son badımcanımıza qıymamız yetsin. Sinimizdə də yer qalsın. Çünki sinimizdə artıq yer məhduddur. Ümid edirəm ki, bu 2 badımcanımız da bura sığışa bilər. Eyni qaydada soğanlarımızı tamamını, sarımsağı da bura əlavə edib pomidorumuzu vuraq. Biberimizdən də 1-2 dənə əlavə eləyək. Yerimiz də məhduddur. Sonuncu badımcanı da içində doldururuq. Qıymamız da biraz az qaldı. Yenə də badımcanı yetəcək şəkildə doldurmağa çalışacağım. Badımcanda qıymasız qalmasın əlbəttə ki. Artıq dolduğu qədər deyərlər, dolmadı. Kader bu tərəfi bu cür kəsə bilərik. Bunu daha sonra başqa bir yeməkdə istifadə edə bilərik. Və bu sonuncu badımcanımızı da bu şəkildə buraya yaxşıca sıxışdırdıq. Dostlar, gördüyünüz kimi bu gözəlliyi hazırdır. Bunun üçün gözəl bir sos hazırlayacağım. Bunun üçün də bitki yağı lazımdır mənə. Tomat əzməsi artıq yanımdadır. Duzu, istiotu. Əgər pul biber sevirsinizsə, qırmızı və pul biberdən də istifadə edə bilərsiniz. İlk öncə tomat əzməsini bura əlavə edirik.
Aşağı yuxarı bir armud stəkan bitki yağı. Bir balaca su lazım olacaq. Eyni qaydada aşağı yuxarı tomat əzməsi qədər. Bu arada sobanın da səsi gəldi. Tam tamına vaxtında gəldi bu arada. Ədviyyatlarımızı da əlavə eləyək. Gedək soba tərəfə. Duzumuzu da əlavə elədik. Baxa görək bizim keksimiz nə vəziyyətdədir. Vay 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 vay, bu gözəlliyə baxın siz. Tam tamına bişdi. Əlbəttə ki, qalıb silikon olduğu üçün, yəni qəlbimiz, keksimiz əməlli başlı qabardı. Hətta qəlbi belə görürsünüz istidir. Amma inanılmaz gözəl görsən. Bunu qoyuram bir kənarda burada dursun. Mənə çünki soba lazım olacaq. Sobanı gətirirəm 170 dərəcəyə. 170 dərəcədə burada yaxşıca isinsin. Çünki bizim tava kebabımız, yəni hazırladığımız bu badımcan kebabı sobaya girməlidir. Bunun üçün də hazırladığımız sousu yaxşıca qarışdıraq. Bu cür tomat içində həll olunsun. Tomatı öncədən bişirmədim. Çünki niyə görə? Zaten bu yemək sobada bişəcək. Yəni onsuz da bişəcək, heç ehtiyac yoxdur. Sadəcə olaraq sos kimi qarışdırırsınız. Sadəcə olaraq tomatı yaxşıca bu cür qarışdıra içində həll eləməyə çalışın. Əgər biraz açmağa çətinlik çəkirsinizsə, biraz da su əlavə eləyə bilərsiniz. Əla, tamam, istədiyim kimi oldu dostlar. İndi sıra gəldi çatdı. Bu sousu tam tamına yeməyimizə gəzdirmək. Yemək özü də öz suyunu buraxacaq. Onun üçün yaxşıca hər bir badımcanın üzərinə gələcək şəkildə hər bir tərəfinə gələcək şəkildə sousumuzu əlavə elədik və əlbəttə ki, kərəyağsız olmaz. 1-2 parça kərəyağı da arasına əlavə eləyək və göndərək bu gözəlliyi sobaya 170 dərəcədə aşağı yuxarı bir saatlıq ki, orada bişsin. Ta badımcanlar yumuşandan sonra yeməyimiz hazır olacaq. Və sıra gəldi çatdı 3-cü yeməyimizə. Bu da qeyd etdiyim kimi çox asan və eyni zamanda hər zaman olduğu kimi çox da ləzzətli bir börək, üçgən börək hazırlayacağıq. Bunun içində də fərqli ərzaqlarını əvəz edə bilərsiniz. Mən bugün bir neçə ərzaq istifadə edəcəm. Bunlardan da biri göbələkdir. Göbələyi bu cür incə-incə doğrayacağıq ilk başda. Tavanda artıq qoydum, isinsin. Göbələyi biraz hinduşka veçinasından istifadə edəcəm. Yəni hindi kalbasasından istifadə edə bilərsiniz. Yəni bu cür bir ət məhsulundan istifadə edəcəm. Hissə verilmiş. Göbələyi, ıspanaq və pendirdən istifadə edəcəm. Yəni siz fərqli ərzaqları zövqünüzə görə istifadə edə bilərsiniz əlbəttə ki, bunda tam sərbəstsiz. Sadəcə olaraq göbələkləri biraz incə doğrayıram ki, həm tavada biraz qızardıb öldürəcəm biraz bunları, yəni həcmdə biraz azaldacağam ki, göbələkləri də, digər ərzaqları da börəyin içinə biz dolduracağıq ki, börəyimiz daşmasın, çox tombul-gömbul olmasın ki, qatlamağa rahat olsun. Tavamız artıq yavaş-yavaş isinir, biraz bitki yağı əlavə eləyək. Çox az bitki yağı əlavə eləyəcəm ki, burada isinsin. İstəyirəm göbələklər su salmadan yaxşıca qızarsın ilk başda əlbəttə ki. Bu arada gördüyünüz kimi göbələyi də həm papaq hissəsini, həm alt hissəsində, bu daban hissəsində birlikdə doğrayıram. Yəni heç ayırtmadan hər zaman bunu edirəm, bilirsiniz. Yəni o tərəfi də heç atmıram. İstər şorbalarda, istər qızartmalarda çox dadlı olur. Göbələk tam-tamına bu qədər yetərlidir deyə düşünürəm. Bunları əlavə elədik. Göbələk tam-tamına bu qədər yetərlidir deyə düşünürəm. Bunu da əlavə elədim tavaya. Yaxşıca
qızardaq, əlbəttə ki, qarışdırma taxtası götürək. Göbələklər daha ləzzətli olması üçün nə eləmək lazımdır? Əlbəttə ki, kərə yağı əlavə eləmək lazımdır. Bir dolu qaşıq kərə yağı əlavə elədim. Bunu yaxşıca canına hopsun, qarışdıraq. Ispanağı öncədən yumuşdum, yaxşıca blanş eləmişdim. Yəni blanş nə deməkdir? Yəni isti sudan soyuq suya. Yaxşıca onları bişirdim, artıq yanımdadır. Bu arada donmuş ıspanaqdan da istifadə edə bilərsiniz. Viçina da artıq buradadır. Viçinanı da yavaş-yavaş doğraya bilərik artıq. Burada göbələklərimiz qızarana qədər. Viçinanı da xırda-xırda doğrayacağım dostlar. Bu cür hinduşka viçinasıdır. Yəni bunu da bu şəkildə doğrayıb və yaxud da fərqli bir ərzaqla da əvəz edə bilərsiniz, qeyd etdiyim kimi. Ton balığından da istifadə edə bilərsiniz ki, çox ləzzətli olur. Mən bugün dedim ki, hinduşka viçinası ilə göbələk, ıspanaq və əlbəttə ki, pendir bir-birinə çox yaraşacaq ərzaqlardır. Bunlardan bir börək hazırlayayım. Bu arada asan hazırlanan börəkdir və eyni qaydada da həm tavada, həm tosterda bunu qızarda bilərsiniz, yəni bişirə bilərsiniz. Viçinamız da hazır, viçinanı da doğradıq. Yəni tənbəl börək deyə bilərəm əslində. Amma nə qədər də tənbəl olsa bir o qədər də ləzzətlidir. Göbələyimiz də görürsünüz, tam rəngini dəyişdirir. İstədiyim də budur. Tam da bu məqamda biraz duz əlavə eləyeyim. Kərə yağı görürsünüz necə? Həm krem kimi belə bir görüntü verdi, həm də əlbəttə ki, ləzzət. Tam-tamına bu qədər yetərlidir. Göbələkləri bu qədər qızartdıq. Tam-tamına yetərlidir. Yəni tam öldürmədim, gördüyünüz kimi. Yəni tam rəngini qaraltmadım demək istəyirəm. Sadəcə olaraq qızarmış bir rəng aldı göbələk. Bu burada dursun, hələlik bir balıca soyusun. Biz də yavaş-yavaş artıq bütün komponentlərimiz, ingrediyentlərimiz hazırdır. Viçina burada, ıspanaq blanş edilmiş öncədən burada. Burada mozzarella pendirindən və yaxud da kaşar pendirindən istifadə edə bilir. Tam olaraq zövq məsələsidir. İstərsə cheddar pendirindən də istifadə edə bilərsiniz. Qeyd etdiyim kimi burada zövqlər müxtəlifdir. Yəni bunu belə qoyum ki, siz rahat görə bilərsiniz. Və əlbəttə ki, belə bir tortilla lavaşı. Bunu alırıq yanımıza. Xüsusən də örtü ilə örtdüm ki, qurumasın lavaşlar. Buradan tam-tamına ortadan kəsirik. Görürsünüz, belə bir tortilla lavaşlar alınır. Artıq göbələklərimiz də qarışdıraq. Hazırdır. Bu cür qatdalayırıq bu tərəfini ki, düz olsun. Bir qaşıq vasitəsilə hərəsindən biraz əlavə edirik bizim börəyimizə. Əlbəttə ki, ıspanaq biraz bol olacaq. Adı üstündə çünki ıspanaqlı börək. Və biraz da bol pendirdən. Bu cür diqqətli bir şəkildə qatdalayım ki, içindən ərzaqlar dağılmasın. Belə bir muska formasında qatdalayırıq, qoyuruq yanımıza. Eyni qaydada yenə də bu tərəfi bu cür qatdalayırıq. Biraz göbələkdən. Göbələk görürsünüz ki, sadəcə olaraq yarım qaşıq qoyuram, sırf dadı gəlsin deyə. Çox az qoyuram. Çox az yenə də viçina, çünki bunların dadı kəskindir. Ispanağın dadı o qədər kəskin deyil. Onun üçün ıspanaqdan biraz bu ərzaqlara nisbətən bol və əlbəttə ki, yenə də pendirdən əlavə edirik. Yenə də yaxşıca bu cür qatdalayırıq və yanımıza qoyuruq. Börəklərim hazırdır, sadəcə olaraq qızartmaq qaldı. Bunun üçün əlbəttə ki, toster istifadə edəcəm ki, mənim üçün toster istifadə eləmək daha rahatdır. Toster əlbəttə ki, artıq qoşduq. Bu cür açıram, maksimum dərəcəyə gətirirəm. Və bir balaca, yəni daha ləzzətli olsun deyə kərə yağı
gəzdirəcəm. Biraz bu üzə, biraz o üzə. Hər bir tərəfinə. Bu cür. Fırçanı da yanımda saxlayayım ki, tosterımız isinənə qədər hər bir tərəfinə kərə yağını bu cür sürtüm. Əla, toster artıq yavaş-yavaş isinməyə başladı. Yəni kərə yağı bizim börəyimizi bambaşqa bir nöqtəyə çıxardacaq. Çünki həm qızarmış, həm də çox ləzzətli olacaq. Bu cür hər bir tərəfə gələcək şəkildə kərə yağından da istifadə elədim. Əla, tosterımız artıq yavaş-yavaş isinməyə başladı. Börəkləri də bu cür düzürəm. Bəh, gözəlliyə baxın, tam da istədiyim kimi. Lavaşda, ıspanaqlı börəkdə istədiyim nəticəni əldə etmək üçün boş tosterından çox asan istifadə etdim. Toster 180 dərəcə açılaraq sizə qızartmaq üçün geniş yer yaradır. Kənarlarından qoyduğumuz yağ qabları ilə yağlı yeməklərinizdə belə mətbəxinizi çirklətmədən problemsiz hazırlaya bilərsiniz. Boş tosterlarını elə indi boşfon.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Börəklərimiz də demək olar ki, hazırdır. Qızarda yağ akışıca üzərində yağlayıram gördüyünüz kimi. Axırıncı börəklərimiz də burada istədiyim kimi qızarsın. Biz də yavaş-yavaş süfrəmizi düzməyə başlayaq. Yadındamı ötən günlər, qəm çoxalır, azabı bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Saçları koy ağarsın, koy var olsun ellerimiz. Əziz dostlar, və artıq gəldik bugünkü verilişimizin sonuna və təbii ki, önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına. İlk bismillah deyib başlayıram. Ispanaqlı, göbələkli, hindi viçinalı bir börəkdən gördüyünüz kimi necə gözəl görsənir və tosterda bunu pişirdim. Yəni tostda pişən börək, yəni bu qədər ləzzətli ola bilər. Baxaq görək dadı necədir və əlbəttə ki, yanında salat da düzəltdim. Yəni salat əslində ıspanaq salatıdır, amma fərqli çeşidli bir sos düzəltdim yanına. Yəni fərqli çeşiddə bir sos düzəltdim. Üzərinə biraz qarğıdalı, biraz qırmızı lobyadan gəzdirdim. Yəni hamısını əlbəttə ki qarışdıra yanımıza da çəkək. Haydi bismillah deyək. Soslu salat da bu böreğin yanında inanıram ki yaraşacaq. Çünki üzərinə bir balaca acılı ketçupdan hazırlanan bir sos düzəltdim ki, bu böreğe inanılmaz gözəl yaraşır ki, həm salat, həm börək ayrı-ayrılıqda çox gözəllər. Tam bir tənbər börək alındı. Lavaşda,
içindəki ərzaqlarla, və əlbəttə ki, xəmir də aşmaq olar, amma əgər ki, sizin tələsirsiniz və yaxud da dərhal yemək istəyirsiniz, heç əziyyət çəkmək istəmirsiniz, tam sizlikdir. Buna bizə tam tələbə işi deyirlər. Yəni, gənc evdə tək qalanda, yəni bir şeyləri atışdırmaq istəyirsinizsə, bunu yadınıza salın, yürün, izləyin, hazırlayın. Əlbəttə ki, bilirsiniz ki, hər bir işdən sonra bütün veriliş YouTube-da yayımlanır və bütün reseptlər orada mövcuddur. Börək həm çox doyurucu, həm çox ləzzətlidir dostlar, amma bu yemək başlı başına bir əfsanədir. Əlbəttə ki, bütün bir badımcanı götürürəm tam-tamına. Altındakı soğanları, bibəri, pomidoru, biraz da suyundan əlbəttə ki, üzərinə bu cür gəzdirim. Bəh, 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 bəh. Yəni, bu bizdə bir həm dostum, həm iş yoldaşım Əli Usta var, kebabçıdır. Yəni, onunla bir deyimimiz var. Bir tam maçalkalıqdır. Yəni, bunun içinə çörəyi belə maçalka edib, salasan belə, yəsən, dəhşət bir şey. Tam da odur. Baxaq görək dadı necədir. Həqiqətən tam da maçalkalıqdır. Yəni, bunun yanına bir dənə təndir çörəyi əksiydi. Badımcan gözəl pişib. Ət də görsənir gözəl pişib. Baxaq bunların hamısının tamamı necə dalır. Yemək çox ləzzətlidir, amma daha da ləzzətli olması üçün əlbəttə ki, yanında buz kimi Coca-Cola olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Coladır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilib. Hər zaman süfrələrimizin qonağı olub, hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Mən bu yeməyimi bitirəcəm, amma sizi daha çox gözlətməyim. Keçim şirniyyata. Şirniyyatı da görürsünüz də, tam-tamına qıraqdan götürmək istəyirəm ki, çünki qırağı çox bir balaca qurudur və çox da ləzzətli görsənir. Yəni xurmadan, bir neçə ərzaqdan, yəni inanılmaz gözəl bir şirniyyat alındı. Baxaq görək dadı necədir. Heç şəkər əlavə etmədən şirniyyatın şəkəri həqiqətən kifayət qədər var. Sadəcə bir balaca pudra şəkər vurdum üzərinə ki, tam-tamına yetərlidir. Həqiqətən keks çox dadlı alındı dostlar. Bu reseptlər yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Rami Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyədək uca Allah sizləri qorusun, ruzu bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler, qəm çoxalır, ömr azalır, bizimizdə, alnımızda, o illərdən izlər qalır, gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə.
aç ağarır, koy ağarsın, koy var olsun. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.